Deyir nə istəyirdi sizdən? Oxundu, deyir ki, məntiqi ardıcılığı tamamlayın. Oxundu, məchul növdədir. Salamlaşdı, qarşılıq birgəlik növdədir, qarşılıqdır. Qazdırdı, icbar növdədir. Söktürdü də icbardır, var icbar. Qucaqlaşdı, qarşılıqdır, var. Açıldı, məchuldur, var. Yazıldı, məchuldur, var. Bizdə olmayan hansıdır? Artırdı, məlum növdədir. O variantların içərisində artırdı olmadığına görə əkbər, məlum növdədir. Keçmiş növdə olan, keçmiş növ, əkbər bu səhvə görə yoxdur. Aysa. Mən gələndə anam yemək bişirirdi. İndiki zaman. Bəli, idi hissəcikdir artıq. Bişirmək, indiki zamandır hissəcik. Tez-tez bizə gəldilər. Gələcək zamandır, hissəcikdir. Torpaqlarımız düşməndən azad olundu. Olunmaq sözün özüdür. Birinci gələn qrammatik şəkilçimiz D olduğuna görə bu da keçmiş zamandır. Yenə o bağ ola idi. Ola arzu şəklindədir. İdi hissəcikdir. Əvvəllər hamı bayramı birlikdə qeyd edərmiş, imiş, gələcək zaman. Mış da imiş hissəcik. Ona görə cavabımız olacaq. Deməli, C variantı. 3-ü səhv yazmışsan, Əkbər. Hansı cümlədə şərt şəklində olan feil var? A variantında adamdırsa, isimdir, şərt şəkli ancaq feilə aid olur. A variantı belə getdi. Atam evə tez gələcəksə, gələcək, əcək gələcək zamandır. San olur orada, zamandan sonra gələnsə olur isə hissəcik. Daha yaxşı fikrim varsa, var bizə predikativdir. Yəni feil deyil, isimdir. Ona görə də varsa bu şərt şəkli ola bilməz. Yaxşı, getdi. Həqiqəti deyirsənsə, deyir, indiki zamandır Əkbər. Sa isədir. Kamil bir palançı olsa, palançı olmaq feildir, olmaq sözün kökü. Sa bir başlanğıc formaya artırılıb, ona görə də şərt şəklidir. 4-də deyim, şəxs onluqlarını xəbər şəkli götürüb. Şərt şəkli sonluqları nə olur? Əmr şəkli olur. Bəli. Dəhşət. Qaçırmışdı feili. Qaçırmışdı. Bax, görürsünüz, hələ vurğununmuş. Qaçırmışdı. Qaçırmaq sözü, qaçmaq, leksik şəkilçidir. Mış, birinci gələn qrammatik şəkilçimiz nədir? Nəqli keçmiş zamandır. Zamandan sonra gələn D nədir? İdi hissəcikdir. Cavabımız avtomatik nə olacaq? E variantı. İmiş hissəciyi ilə işlənmişdir. Yanlışdır. Çünki ımış hissəcik deyil orada. Birinci gəlir zamandır. Cümlələrin birində feili sifət işlənmişdir. Niyə E variantı olmaz? O yemək yeməlidir. Əgər vergül olmasaydı, biz oya hansı sualını versəydik, bax, o yemək yeməlidir. O yemək yeməlidir. Necədir? O yemək yeməlidir. Hansı yemək? Hansı sualını versək, vergül olmasa hansı sualını veririk? O olur feili sifət. Yeməlidir. Necədir? Amma vergül var. O, vergül, yemək yeməlidir. O nə etməlidir? Malı məli nə olur? Feilin vacib şəkli. Sabah həkimə gedəsiyəm Əkbər. Nə edəsiyəm? Gedəsiyəm. Əlbəttə ki, bu lazım şəklidir. Hamısını qaça-qaçdan səhv yazmışsan. Gün batanda işlər yekunlaşdı. Heç burada ümumiyyətlə yoxdur feil sifət. Seçilmiş şagirdlər, hansı şagirdlər? Feil sifət hansı sualına cavab verməlidir? Düz yazmışsan əli bunu. Nə yazmışsan? A. Nə edəsiyəm? Nə edəsi, nəyi sualdır? Lazım şəkli. Hansı sualına cavab verir? Hansı sualına cavab verəndə feil sifət olur. Yaxşı. 7 yox, səndə 17 düz olmalıdır. Məstər hansı cümlədə mənsubiyyətə görə dəyişib? Bunu düz yazmışsınız deyəsən. Nə yazmışsan? Qatığın qaymağı feildir ki. Ben gördüm orada. Gördüm öyle. Eləmədi görən kimi götürürsün. Qatığın qaymağı isimdir, düz yazmışsan. Ayşə. Oymaq isimdir. Kömək isimdir. Sizin köməyiniz, kömək isimdir orada. Qatığın qaymağı əlbəttə ki isimdir. Sanki işləməkdən, orada işləmək məsdər var, amma dandən hal şəkilçisi var, çıxışlı haldır. Bəli, D variantı, çalışmaq məsdər, mağınız da mənsubiyyət. 9. Hava birdən-birə bozardı. Orada qayıdış nöqtəsi səhvdir, çünki ıl-ın şəkilçisi yoxdur. Il-ın şəkilçisi yoxdursa, biz ona qayıdış nöqtə deyə bilmərik. Quruluşca düzəltmədir.
bozdan bozarmaq. Xəbər şəklindədir, bəli, d. Keçmiş zamandır, d. Şuhudi keçmiş zaman, a. Leksik şəkilçidir, bəli. Mənə qara deyən gözəl. Qaşların qara deyilmi? Feili sifətimiz hansıdır? Deyən. Tərkib əmələ gətirməmişdir, səhvdir. Hansı gözəl? Mənə qara deyən. Tərkib əmələ gətirib. Deməli, indiki zaman mənalı feili sifətdir. An, ən indiki zaman mənalıdır. Məlum növdədir. Bəli, çünki deyən sözündə heç bir qrammatik şəkilçi yoxdur. Təsdiqdədir. Bəli, inkarlıq yoxdur. An şəkilçisi ilə düzəlmişdir. Bəli, deyən. 11. Tapşırığı oxudum. Bir də tapşırığı oxudum. Bəli. Oxudun sözünü biz iki cür düşünə bilərik. Oxu, oxumaq, yəni oxu. Oxutmaq, t, şəkilçi, icbarlı. Ondakı əmr şəklinin şəxs sonluğu. Bir də oxu, oxudu keçmiş zamanı, şəxs sonluğu. Hər iki halda şəxs sonluğu var. D, düzdür. Xəbər ikinci şəxsə aiddir. Sən oxudun, düzdür. B variantı, quruluşuna görə yalnız sadə feil kimi işlətmək olar. Səhvdir, çünki o t şəkilçisi oxutmaq düzəltmədə düşünə bilərsən. Sadə də düşünə bilərsən. Ona görə B variantı səhvdir. Bir dəfə düşünə bilərsən kök, 2 qrammatik, bir dəfə də t leksik, n qrammatik. Yerinə görə həm xəbər düşünə bilərsən, oxudu keçmiş zamanının şəxs sonluğu, həm də əmr şəkli düşünə bilərsən. Oxutmaq vacib icbarlı, n da şəxs sonluğu əmr şəkli. 12. Hansı cümlələrdə feili bağlamaq yoxdur deyir. Qablar qoşa-qoşa düzülmüşdü. Nə tərzdə düzülmüşdü? Cüt-cüt. Bu olur zərf. Bilərək susdu. Bilərək. Araqla əvəz ediriksə feili bağlama. Sən də olanları götürmüsən. Feili bağlama yoxdur deyir. Dönə-dönə izah etdim. Dönə-dönə izah edəməmişəm ki, çoxlu mənasında zərf olur dönə-dönə sözü. O da olacaq zərf. 1-3 də zərfdir. 4. Həyətdəki uşaqlara baxa-baxa qalmışdı. Baxaraq qalmışdı. Bu da olacaq feili bağlama. 13. Truppa rəhbəri dəri pencəyini geyindi. Burada ümumiyyətlə bütün diksiyələrinə aiddir. Truppanın rəhbəri, onun rəhbəri, truppa qeyri-müəyyənlik haldadır. Rəhbər i mənsubiyə şəkilçisidir. Dəri isimdir. Pencək, pencəyi mənsubiyə, ni də təhsiliyyat şəkilçisidir. Geydi məlum növdədir. Geyindi qayıdış növdə olar. Truppa adlı haldadır. Səhv oldu. 2 rəhbəri dediyi mənsubiyə şəkilçisidir. Düzdür. Dəri sifət deyil. İsimdir. Ətləşmiş isimdir. Ona görə də dəri sifətdir yazıb səhvdir. Geydi qayıdış növdə yazıb səhvdir. Çünki məlum növdədir. Geyindi qayıdış növdə olardı. 1, 3, 4 səhvdir. Pencəyini mənsubiyyət fəal şəkilçisi qəbul edib düzdür. 14. Sulaşmaq, su, sulamaq, sulaşmaq. Qarşılıq növdə. Amma söhbətləşməkdə sözün kökü söhbət, söhbətləmək sözü dilimizdə yoxdur. Laş bütövdür. Ona görə söhbət ləşi götürürsün. Deməli, feildən düzəlmişdir. Su, sulamaq, sulaşmaq. Feildən yaranıb. Bir doğrudur. Su, sulamaq. Söhbətləmək sözü var dilimizdə. Yox, məyi saymırıq da onda. Məsələn şəkilçi. Heç vaxt qrammatik şəkilçi daxil məsələn şəkilçi. Məsələn feil feili bağlama qrammatikdir. Düzəltmədir. Niyə səhvdir? Niyə ikini götürürük? Çünki ortada yazılmalıydı. Söhbətləşməkdə düzəltmədir. Sulaşmaq da düzəltmədir. Bəli, ayda. Bildin. 2 ortada olmalıydı. Məsdərdir, ortada yazılıb doğrudur. Hər ikisi demək doğrudur. Qarşılıq birgəlik növdədir, səhvdir. Niyə? Sulaşmaq qarşılıq birgəlik növdədir. Qarşı-qarşıya uşaqlar bir-birini suluyurlar, ona deyir sulaşdılar. Amma söhbətləşməkdə bizim lapışı parçalanmır. Orada laş bütöv şəkilçidir, ış şəkilçisi yoxdur. Qarşılıq növü şəkilçisi yoxdursa, o söz məlum növdədir, şəkilçi yoxdur orada. 4-ü götürəcəyik. Kökü isimdir deyir 5-dən. Niyə səhvdir? Çünki hər ikisinin kökü isimdir, ortada yazılmalıydı. Su da isimdir, söhbət də isimdir. Başa düşdün necə? Hər ikisinə aidsə ortada olmalıdır. İsimdən düzəldilmişdir. Söhbət isimdir, söhbət ləş isimdən yaranıb. Amma suladan yaranıb. Bir feildən yaranıb sulamaq. Amma söhbətləşmə isimdən yaranıb. Ona görə 6 doğrudur. Ona görə 2, 4, 5 sənin ideal variantındır. 15. Məslərə aid olmayan xüsusiyyət nə idi? Onun cümlədə təyin olması, bir də cəmlənməsi. Feil sifətə aid olmayan xüsusiyyət nə idi? Onun tərz-hərəkət səhvliyi olması. Düzdür? Təyin olması bir də məsələ. Cəmlənməsi. Baxın,
Bizimlə bu cür danışmaqları yazmışsınız onları, intezə A yazırsınız. yazmışam. A, C, C yazmışam. A düzdür, danışmaqlar, məsələyə aid olmayan xüsusiyyətli cəmlənib. Bir də iş tapmaq kimi problemi var idi. Baxın, var idi nə? Problemi. Necə problemi? İş tapmaq kimi təyin olub. Başa düşdünüz? Ona görə birə A, B, məsələyə aid olmayan xüsusiyyətdir. Nə demişdim? Gördüm sözü ilə, ağlayan gördüm, yazan gördüm, qaçan gördüm. Bunlar da fe'l sifətə aid olmayan xüsusiyyətdir. Tərz hərəkət səhvli əmələ gətirir. O da olacaq D. Fe'l sifətə aid olmayan xüsusiyyət, onu yolda ağlayan gördüm, və yaxud da qaçan gördüm, yazan gördüm, pozan gördüm. Bu fe'l sifətə aid olmayan xüsusiyyətdir. Çünki tərz hərəkət səhvli əmələ gətirir. Miray dərs oxumaqdadır. Burada heç bir problem yoxdur. Məsdərdir, xəbərdir, problemsiz. Başa düşdük? Sualı olanlar. Əkbər suallar izah olduğunda yavaş-yavaş başını sala-sala aşağı